Hamını salamlayıram. Analitik ictimaiyyət sizinlə əlaqə saxlayır Guru Markets. Şirkətin ümumi məlumatlarından başlayaq. Lazım gələrsə videonu dayandıra bilərsiniz. Sözü gedən təşkilatın hər bir göstəricisini diqqətlə nəzərdən keçirməyi təklif edirik. İndi korporasiyanın əsas fundamental göstəricilərinə baxaq. Kroger Co. Ticker KRA. Bu baxış 23 iyun 2025-ci il tarixinə olan məlumatlara əsaslanır. Təsnifatına görə Guru Markets korporasiya Kroger Co. alt kateqoriyaya aiddir. Retail Product qiymətləndirmədə 32 təşkilat iştirak edir. Tədqiq olunan şirkət üçün nəticə 10 baldan 3,5 bal. Alt kateqoriya üzrə orta bal 1,3 baldır. Bütövlükdə ABŞ fond bazarına geniş baxsaq. Görəcəyik, bütövlükdə bütün bazar üçün orta reyting 1,8 baldır. Şirkətin 3,5 balına qarşı T. Kroger Co. Şirkətin səhmlərinin qiymətinin hərəkətini müqayisə etməklə Kroger Co. və alt kateqoriyalı şirkətlər. 12 ay ərzində şirkətin səhmlərinin olduğunu görə bilərik. Kroger Co. 41% dinamika nümayiş etdirdi. Alt kateqoriyada qiymət dəyişikliklərinə qarşı 30,3%. Korporasiyanın bazar kapitallaşması T. Kroger Co. 47,91 milyard dollar təşkil edir. 1403 milyard dollar alt kateqoriyasının kapitallaşması ilə. Şirkətin balans dəyəri 8,86 milyard dollardır. 170 milyard dollar balans kapitallaşması ilə alt kateqoriya 170 milyard dollar dəyərindədir. Birja səhmlərini və balans kapitallaşmasını müqayisə edərək aşağıdakıları görə bilərik. İşğal olunmuş pay T. Kroger Co. alt kateqoriyada bazar dəyəri qiymətləndirildikdə 3,414% təşkil edir. Balans dəyərinin kapitallaşması 5,197% təşkil edir. Alt kateqoriyada şirkətin bazar və balans kapitallaşma payının qiymətləndirilməsi yaxşı 1 bal. Tədqiq olunan şirkətin 25,59 milyard dollar borcu var. Borcun balans dəyərinin 283%-ni təşkil edir. Şirkətin borc öhdəlikləri üzrə nəticə çox pis, mənfi 2 bal. Şirkətin bazar qiymətinin mənfəətə nisbəti 18,6-dır. Alt kateqoriya üzrə orta göstərici 38,9-dur. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə birja dəyərinin mənfəət nisbətinin qiymətləndirilməsi çox yaxşı 2 bal. Son 12 ayda mənfəət 2,572 milyon dollar olub. Növbəti 12 ay üçün proqnozlaşdırılan mənfəətin 3,445 milyon dollar olacağı gözlənilir. Alt kateqoriya ilə müqayisədə proqnozlaşdırılan gələcək mənfəətin göstəricilərinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Şirkətin dəyərinin gəlirə nisbəti 0,3-dür. Birinci alt kateqoriyada orta. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin səhm qiymətinin gəlirə nisbətinin qiymətləndirilməsi yaxşı 1 bal. Son 12 ayda gəlir 146,95 milyard dollar olub. Növbəti 12 ay üçün proqnozlaşdırılan gəlir ilkin olaraq 184,21 milyard dollardır. Proqnozlaşdırılan gələcək satış göstəricisinin alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə qiymətləndirilməsi yaxşı 0,5 bal. Alt kateqoriyada orta hesabla 2,4% olmaqla satış marjası 1,7% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə gəlirliliyin qiymətləndirilməsi keçərli 0 bal. Alt kateqoriyada işçilərin sayına görə şirkətin payı 10,874% təşkil edir.
Bu, bazar kapitallaşma payından 219% çoxdur. Şirkətin bir işçisinə düşən bazar kapitalının məbləği $117.000 bərabərdir. Və alt kateqoriya üçün $373.000. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən bazar kapitalının həcminin qiymətləndirilməsi yaxşı 0,5 bal. Şirkətin bir işçisinə düşən mənfəətin məbləği $6,300,000. Alt kateqoriyada orta $9,600,000. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən mənfəətin qiymətləndirilməsi keçərli 0 bal. Şirkətin hər bir işçiyə düşən satışları $359,000 təşkil edir. Alt kateqoriya $393.000. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən gəlirin qiymətləndirilməsi keçərli 0 bal. Qısa müddətli əməliyyatların həcmi 5,1%, alt kateqoriya üzrə orta hesabla 1,6% təşkil edib. Göstərici ROAS 14 şirkət üçün %68 səviyyəsini göstərir Kroger Co. Alt kateqoriyada ROAS səviyyəsi 14, təxminən 47%dir. Şirkətin səhmlərinin faktiki qiyməti $71,98 civarındadır. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi təxminən $72,29-dır. Sifariş cədvəlinə baxaq, o hamı üçün əlçatandır. Link bərkidilmiş şərhdədir. Sifariş cədvəlində bu mövsüm məlumat və arayış sisteminin bütün ictimaiyyət tərəfindən qəbul edilmiş qərarları var. Guru Markets. Sifariş cədvəlinə giriş pulsuz və açıqdır. Bağlanmış şərhdə keçid. Şirkətin təhlili əsasında Kroger Co. Ehtiyatların qiymətləndirilməsi üçün məlumat və arayış sistemi Guru Markets aşağıdakı qərar qəbul edildi. Sövdələşməni açmayın, çünki bu video baxışdır. Bu videoya baxdığınız və məlumat və istinad sistemindən istifadə etdiyiniz üçün hamınıza çox sağ olun. Guru Markets.